Sabahınız xeyir qızlar, necəsiniz, neyirsiniz? Ümid edirəm hər biriniz yaxşı olarsınız. Bugün təzə vlog başladıram. İstədim sizə qəşəng bir təmizlik vlogu çəkim. Əslində tam təmizlik vlogu deyil, tam təmizlik vlogu inşallah ki tripodum gələndən sonra edəcəm. Amma ki həftəlik ev təmizliyimi edirəm. Hətta 3 gündən bir, 2 gündən bir təmizlədiyim üçün ev təmizdir, amma yeni də edəcəm. Bu arada bugün işlərimiz çoxdur. Ev təmizləyəcək falan, sonra da ad gününə gedəcəm. Hamısını vloglayacağım. İstəyirsiniz pinti deyin, istəyirsiniz səliqəsiz deyin. Amma mən buranı hələ də yığışdırmamışam. Çünki tripod gözləyirəm. Qızlar, o videonu mən sual cavab kimi çəkəcəm deyə istəyirəm tripodu qoyum kənardan, belə qəşəng uzun bir hissədən buradan falan dursun. Mən elə bir video çəkim, elə istəyirdim. Ona görə buranı hələ də əlimə vurmuram ki, tripod gələcək. Mən sizə sual cavab videosunu çəkəcəm. Yəni özüm haqqımda falan. Yəni nə istəsəniz bu videonun altına sual olaraq yazın. Mən hər birini zaten sual cavab videosunda cavablandıracağım. İndiyə kimi mənə gələn və mənim cavablandırmadığım sualların hər birini mən cavablandıracağım. Dedim gətirim yeməyimi yeyim, daha sonra işə başlayım. Sonra evlər falan siləcəm. Və yeməyim hazırdır. Mənə nuş. Siz də gözəl qazı halal edin. Yiyeyim, tez qaçım. İşimi görüm, çünki çox işim var. Həqiqətən bugün görüləcək. Bugün sizinlə birlikdə, hətta bu çəkməcənin içini də təmizləyəcəm. O qədər, bu nədir belə? O qədər, yəni qızlar, burada o qədər veş var ki, yəni dəhşət. Sadəcə olaraq buradan 10 dənə çəngəl, 10 dənə qaşıq, elə 3 dənə bıçaq bizə bəs edir. Çünki zaten biz bu bıçaqları istifadə etmirik, səhər yeməyi yemirik deyə. Görün nə qədər qaşıq, çəngəl, yəni dəhşət. Qırıldı. Buranı da səlqəyə salacağım. Neyse, gidin birinci evləri silim sonra. Şimdi sizə sadəcə 2 gün, yəni 2-cə gün əlimi vurmadığım aynanın qabağını göstərəcəm. Oradan görsənir yoxsa yapın. Baxın, görsünüz. Nədir də bu? Bilirsiniz, həm də bu ayna ümumiyyətlə uşaq otağıdır, budur. Bir də zal, qonaq otağı yəni. O 3 otaq bayıra baxır. Və bu da yol olduğu üçün, yəni tozlanmış, nə deyim, başlayaq. Mənə desəydilər ki, əgər ev təmizləməkdə ən çox sevdiyin işlərdən biri hansıdır, deyərdim ki, polları silmək. Mən qəvəsiz polları silməyi dəhşət çox sevirəm qızlar, həqiqətən. Və həqiqətən özüm tək bir şəkildə ev təmizləməyi dəhşət çox sevirəm. Və bir də mən oğlaq bürcü olaraq onu deyə bilərəm ki, ev təmizləmək mənim tam ürəyimə düşdüyü zamanda daha çox təmizləməyi sevirəm. Mən bilsəydim ki, bu qonaqlığa mən bu geyimi geyinməyəcəm, əziyyət çəkib ütüləməzdim. Çünki heç geyinmədim mən bu geyimi, çünki dəhşət boş olur. İndi digər işlərimi bitirdim. Dedim, gəlim qəşəng bu sürməni birlikdə təmizləyək. Bu sürmənin içərisində o qədər işlənməyəcək veşlər varkən onların hamısını çıxardacağım buradan. Bir dənə belə torba götürmüşəm. Belə bir salfan. Qaşıqlar, çəngəlləri başqa bir addenli salfana qoyacağım. Qalan lazımsız əşyaların hamısını bu torbanın içine qoyub bizim koridorda bir şkafımız var, onu sizə göstərmişdim. Onun içərisində də karobkamız var. Lazımsız qaşıq, çəngəl, bıçaqların hamısını onun içərisinə yığırıq. İnşallah mən demişdim sizə ki, bir həftədə bir dəfə 2 dənə otaq təmizləyəcəm. Yəni bir gün bir otağı, bir gün bir otağı təmizləyib vloglayıb paylaşacağım sizə. İndi o vlogun içərisində də o qardırobu sizinlə birlikdə təmizləyəcəm. Zaten onun
bunun da içində bir aləm tullanlası, başqa bir yerə qoyulası beşlər var. Hamısını birlikdə edəcəyik. Və qızlar, çəkməcəmin son halı belədir. Məncə çox yaxşı oldu belə. Amma əvvəldən niyə yığmırdım, niyə tripod gözləyirdim. Çox qarma qarışıq var idi, amma indi çox qəşəng səliqəli oldu. Məncə yaxşıdır. İndi keçək ikinci sürməsinə. İkinci sürmənin son halı da belədir. Burada çox şey çıxacaq. Buradan təbii ki də belə qalmayacaq. Ona görə başladıq. İkinci sürmənin də son halı belədir. Məncə çox yaxşı iş çıxartdım. İndi oğlum üçün kartoşka qızardacağım. Qızardıb bitirdikdən sonra qazın üstündə birlikdə silərik. İndi isə gedək pataları sərək. Sonra gəlim kartoşkanı çevirim, yanmasın. Burada da gördüyünüz kimi mən çox kökəlmişəm. Çünki mən artıq arıqlamalıyam. Qonaqlıqlar imkan versə mən başlayacağım diyeta tutmağa. Sentyabrın 1-dən başlayacağım və hər gün sizin üçün shorts videolar paylaşacağım. Mama markete getmişdi. Marketten bu kadar məhsullar alıbdı. Dedim sizə bir göstərim. Bizdə ümumiyyətlə qızlar yaşıl çay çox içilir və biz də bu Tesin yaşıl çayını çox sevirik. Bir dəfə birini almışdıq. O bilmirəm hansı firmanınkiydi. Tam yadımda deyil. Tapsam şəklini buralara bir yerlərə qoyacağım. Mangolu ananaslıydı. Qızlar o qədər dadlıydı. Yəni çox gözəl bir şeydi. Belə qardalı yağı, smetan falan. Belə. Bunları da yerləşdirim. Ay, çörək çox bir şey yumuşaqdır. Bunları da yerləşdirim. Sonra keçim digər işlərimi həll etməyə. İstədim qızlar başlayım, makyajımı edim. Çünki ad günü artıq getməliyəm. Bugünün tonal kremi Evaline-ın tonal kremi olacaq. Çox gözəl tonal kremdir. Həqiqətən içində serum falan vardı ya. Çox gözəl nəmləndirir. Həm də əladır, örtücülük falan da mənim üçün idealdır yəni. Hazırlaşım. Geyimimi seçmişəm. Geyindikdə sizə göstərəcəm. Məncə çox gözəl kombin hazırladım deyə düşünürəm. İndi isə çəkib göstərəcəm. Siz də fikirlərinizi rəylərdə qeyd edib mənə deyərsiniz ki, hə, əladır ya yox. Qızlar, şokdayam. Mənim illərdir istifadə etdiyim bu gözəl qaş gelim xarab olub. Buna baxın. Beləsini ilk dəfədir gördüm. Bu elə gözəl jel formasındaydı. İndi belə krem kimi bir şey olub. Çox heyf. Bunu mənə bacım trend yoldan almışdı. Çox da gözəl qaldırırdı, sabitləyirdi. Heyf. Atılacaq. Amma elə gözəl qoxusu var. Yəni xarab olmasına baxmayaraq dəhşət qoxur. Elə bunu çöp edim, bunu da ataram, elə gedər. Həyat ensiklopediyamızın taksi şoförünə danışdıqdan sonra nəhayət ki biz ad günü olan məkana Imperial Garden'a gəlib çatdıq. Reklam kimi demək olmasın, amma Imperial Garden Gəncədə ən gözəl restoranlardan biridir.
neçə təzə musiqilər mən səsləndirək. Bir neçə gözəl nəğmədən sonra şənşiklər verərəm. Kanalıma hələ də abunə deyilsinizsə mütləq abunə olun. Çox gözəl vloglar hazırlamışam sizin üçün. Bu hazırladığım vloglardan biridir. Mütləq sona qədər izləyin və sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Yaxşı ki siz mənim həyatımda varsınız. Ürəkdən alışlar səsləndirək səbəbkarımız. Videonu burada sonlandırıram. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələcək vloglarda görüşmək üzrə. Kanalıma mütləq abunə olun. Çox gözəl, çox maraqlı vloglar gələcək.